Salam, mən Mübariz. Bugün tarixdə bir gündə günümüzün ən təzadlı və populyar siyasətçilərindən biri olan Donald Trump haqqında danışacağıq. 14 iyun 1946-cı ildə ABŞ-ın New York ştatının Queens şəhərində hazırda dünyada ən çox müzakirə olunan təzadlı bir lider Donald Trump dünyaya gəldi. Sadə bir tikinti biznesindən maliyyə imperiyasına, televiziya ulduzluğundan ABŞ-ın 45-ci və 47-ci prezidentliyinə uzanan uzun və məşəqqətli yol. Bugün biz özünün də dediyinə görə artıq neçə müharibəni bitirdiyini saymaqdan belə yorulan bir liderin ailəsi, sərvəti və siyasətə uzanan yoluna nəzər salacağıq. Donald Trump'ın ailəsinin ABŞ-a gəlişi 19-cu əsrin sonlarına təsadüf edir. Trump'ın babası Friedrich Trump cəmi 16 yaşı olarkən Almaniyadan ABŞ-a köç edib. O öncə bərbər kimi işləyib. Sonradan Klondike dövründə Kanada və ABŞ-da qızıl axtaranlar üçün mehmanxanalar tikib və belə pul qazanıb. Əslində isə onun mehmanxanaları qızıl axtaranlar üçün yemək, içmək və yataq xidməti göstərib. Trump'ın atası Fred Chris Trump 1905-ci ildə ABŞ-da dünyaya gəldi. O, tikinti biznesi ilə məşğul olaraq New Yorkda minlərlə mənzil tikərək pul qazandı. Beləliklə, Trump'ın atası oğlunun gələcəkdəki biznesi üçün yaxşı təməllər atmışdı. Ata tərəfdən Alman olan Donald Trump, ana tərəfdən Şotlanddır. Onun anası Mary Ann MacLeod 1912-ci ildə Şotlandiyada balıqçı ailəsində dünyaya gəlib. MacLeod ailəsində 10 uşaq var idi. Mary Ann onların ən kiçiyi idi. Cəmi 8 il təhsil alan Mary Ann 1930-cu ildə 18 yaşında pul qazanmaq üçün ABŞ-a köçür. Burada o, Trump'ın atası Fred Chris Trump'la tanış olur və geri dönmür. 6 il sonra 1936-cı ildə Mary Ann Fred Trump'la ailə qurur və yoldaşı ilə bərabər Queens'in zənginlər məhəlləsinə köçür. O, həyat yoldaşının köməyi ilə xeyriyyəçilik işləri ilə məşğul olur və 5 uşağını böyüdür. 1942-ci ildə Mary Ann ABŞ vətəndaşlığını qəbul edir. Xarici görkəminə görə çox gözəl qadın olan Mary Ann çox rahatlıqla New York elit cəmiyyətinə daxil ola bildi. Evdar qadın olsa da, Mary Ann daim xeyriyyəçilik işləri ilə məşğul olurdu. Geriyə baxdıqda, indi anlayıram ki, diqqəti idarə etmək bacarığım qismən anamdan keçib. Bu barədə Trump 1987-ci ildə nəşr olunan Razılaşma İncəsənəti adlı kitabında bəhs edir. Anasına bağlı olan Trump valideynləri haqqında danışarkən anasının cənnətə düşdüyünə əmin olduğunu bildirir. Lakin atam haqqında buna 100% əmin deyiləm deyə o əlavə edir. Bununla belə Trump atasını çox etibarlı bir adam kimi xarakterizə edir. Trump ailəsinin 5 övladı olub. Trump'ın böyük qardaşı Fred 46 yaşında həyatını itirib. Onun digər qardaşı Robert və bacıları Marianna və Elizabeth hazırda həyatdadırlar. Donald Trump Queens'da yaşayarkən artıq 13 yaşında bəzi problemlərlə üzləşib. Valideynləri onun enerjisini və özünə inamını doğru istiqamətdə yönləndirmək ümidi ilə onu özəl New York Hərbi Akademiyası internat məktəbinə göndəriblər. O məktəbdə oxuyarkən bir sıra mükafatlar qazanıb. 1962-63-cü illərdə məktəbin futbol komandasında, 1962-64-cü illərdə isə beyzbol komandasında çıxış edib. Donald Trump 1964-cü ildə S4 kursant kapitanı rütbəsində New York Hərbi Akademiyası məktəbindən məzun olub. O, gənc yaşlarından atasının şirkətində işləməyə başlayıb. Əvvəlcə onunla birlikdə tikinti layihələrinin icraçısı olub. Gəncliyindən bəhs edərkən Trump deyirdi: "Mən həmişə bunu etmək istəmişəm. Mən gənc yaşlarımdan atamın yolu ilə getmişəm. Mən hər zaman tikinti və inkişafla maraqlanmışam." 1970-ci ildən Trump atasının biznesini idarə etməyə başlayıb. Lakin o, Queens'dəki kiçik tikinti layihələri ilə kifayətlənməyərək Manhattan'da böyük layihələrə sərmayə yatırıb. O, Manhattana keçərək daha böyük və lüks layihələrə yönəlib. Onun ilk böyük uğuru 1980-ci ildə Manhattan'da Grand Hyatt layihəsinin yenidən qurulması və Trump Tower'ın tikilməsi olub. Bu binalar onun adını məşhurlaşdırıb və Trump markası yaranıb. O, sonradan kazinolar, mehmanxanalar, golf klubları tikərək, Trump adını lisenziya halında digər şirkətlərə icarə verərək pul qazanıb. Yəni o, tikintidə iştirak etməsə də, digər şirkətlərin Trump adından istifadə etməsinə görə gəlir əldə edib.
1990-cı ilin əvvəllərində onun bəzi kazino biznesi iflasla üzləşib. Lakin o, banklarla danışıqlar apararaq vəziyyəti nizamlamağı bacarıb. Bu dövrdə onun Atlantic City-dəki kazinoları böyük borc yükü altında qaldı. Xüsusilə Tac Mahal adlı kazinosu yüksək faizli istiqrazlarla maliyyələşirdi. Lakin gəlir borcları ödəməyə kifayət etmirdi. Nəticədə şirkətlər bir neçə dəfə Chapter 11 adlanan yenidən strukturlaşma müflisliyi proseduruna müraciət ediblər. Bu, biznesin tam bağlanması deyil, borcların yenidən təşkil olunması prosesidir. Burada vacib məqam odur ki, Trump özünün şəxsən müflis olduğunu heç zaman elan etməyib. Müflis olan onun nəzarət etdiyi bəzi şirkətlər olub. 1991, 1992, 2004 və 2009-cu illərdə Trumpın nəzarət etdiyi bəzi kazino və otel şirkətləri müxtəlif müflislik proseslərindən keçiblər. Bu zaman Trumpın şəxsi borcları 900 milyon dollara çatmışdı. Belə olduqda bir neçə böyük bank və kreditorlar onunla razılığa gəldilər. Banklar hesab edirdilər ki, Trumpı tam müflis etməkdənsə onun biznesini ayaqda saxlamaq daha sərfəlidir. Bunun üçün borclar yenidən strukturlaşdırıldı, faizlər aşağı salındı, kreditlərin müddəti uzadıldı. Trump isə özəl təyyarəsini, yaxtasını və bir neçə daşınmaz əmlakını satmağa məcbur oldu. Sonrakı illərdə Trumpın əsas biznes tərəfdaşı Almaniyanın Deutsche Bankı oldu. Trump Deutsche Bankdan 100 milyonlarla dollar kredit götürdü. Qısacası Donald Trump sıfırdan başlayıb varlanan biznesmen deyil. O atasının nəhəng biznes imperiyasını miras alıb, lakin özü də riskli əməliyyatlara girərək sərvətini qat-qat artırıb. 2000-ci ilin əvvəllərində o The Apprentice adlı televiziya şousunun aparıcısı olaraq olduqca məşhurlaşdı. Bu şou Trumpın uğurlu biznesmen imicini Amerika ictimaiyyətinə daha da yaxından tanıtdı. Trumpın çətin zamanlarda uğurlu iş adamı olaraq ayaqda qalmasında və inkişaf etməsində onun dostlarının da müstəsna xidməti olub. Belə dostlardan biri hal-hazırda Amerika prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi olan Steven Witkoffdur. Steve Witkoffla Donald Trump 1986-cı ildə New Yorkda tanış olublar. Həmin dövrdə Steve Witkoff daşınmaz əmlak üzrə gənc hüquqşünas idi. Donald Trump isə artıq tanınmış tikinti şirkətlərinə sahib iş adamı idi. Gecə saat 3-də New York yeməkxanalarının birində təsadüfi görüş gələcək dostluğun möhkəm təməllərini qoyub. Görüşlərin birindən sonra Steven Witkoff yemək yemək üçün New York yeməkxanalarının birinə gəlib. Həmin anda Trump da burada olub. Sendviç almaq istəyən Trump üzərində pul olmadığını anlayıb. Belə olduqda Trumpın sendviçini Steve Witkoff alıb. Sonrakı dövrdə Steve Witkoff Trumpın həm biznes həyatında, həm də siyasi həyatında daima onun yanında olub. Hətta 2024-cü ildə Floridada Trumpa qarşı düzənlənən sui-qəsd zamanı Steven Witkoff da onunla birlikdə olub. Bəs Donald Trump necə prezident oldu? İlk dəfə 2015-ci ildə o, Respublikaçılar Partiyasından prezidentliyə öz namizədliyini irəli sürdü. Çoxları onun şanslarını ciddiyə almasalar da, Donald Trump Make America Great Again, Amerikanı yenidən böyük et şüarı ilə Amerikan ictimaiyyətinin rəğbətini qazana bildi. Onun seçki qabağı əsas şüarları immiqrasiya, iqtisadiyyat və işçi sinifinin problemləri haqqında idi. O əvvəlcə Respublikaçılar Partiyasının daxilində digər namizədləri üstələyərək partiyanın prezident seçkilərindəki rəsmi namizədi oldu. Sonra isə prezident seçkilərində demokratların namizədi Hillary Clintona qalib gələrək ABŞ-ın 45-ci prezidenti seçildi. Trump ilk prezidentliyi dövründə nə ilə yadda qaldı? Onun imzaladığı ilk sərəncamlardan biri bir neçə müsəlman ölkəsindən ABŞ-a gələn immiqrantlara qarşı qadağalar oldu. Bu addım ölkə daxilində bir çox etirazlara və məhkəmə çəkişmələrinə səbəb oldu. Daha sonra Trump böyük vergi islahatı qanunu imzaladı. Yeni qanuna əsasən böyük korporasiyalar və fiziki şəxslər üçün vergi dərəcəsi
azaldılırdı. Trumpın tərəfdarları bunu iqtisadi inkişaf, tənqidçiləri isə daha çox varlılar üçün nəzərdə tutulmuş qanun olaraq dəyərləndirirdi. Beynəlxalq arenada Donald Trump Şimali Koreya prezidenti Kim Çen-ınla bir neçə görüş keçirdi. Bu, Amerika prezidentinin Şimali Koreya lideri ilə uzun müddətdən sonra keçirdiyi ilk yüksək səviyyəli təmas idi. Bu görüşlər nüvə məsələsində irəliləyişə səbəb olmasalar da, beynəlxalq mediada geniş əks-səda doğurdu. Trumpın ilk prezidentliyi dönəminin sonu böyük bir skandalla yekunlaşdı. 2020-ci il seçkilərində o, demokratların namizədi Joe Bidena məğlub oldu. Trumpın məğlubiyyətini həzm edə bilməyən tərəfdarları Vaşinqtondakı Konqres binasına basqın etdilər. Sonradan bu məsələ ilə bağlı Trump bir neçə hüquqi prosesə cəlb olundu. 4 illik fasilədən sonra 2024-cü ildə Donald Trump yenidən Respublikaçılar Partiyasından prezidentliyə namizəd oldu. Bu dəfəki prezidentlik yarışında o, demokratların vitse-prezidenti Kamala Harris'ə qarşı inamlı qələbə qazandı. 2025-ci ilin yanvarından başlayan Trumpın ikinci prezidentlik dönəmi kəskin siyasi dəyişikliklər və struktur islahatları ilə xarakterizə olunur. Trump ilk olaraq hökumətdə geniş struktur islahatlarına başladı. O, bir çox vəzifəyə öz yaxın adamlarını təyin etdi. İkinci prezidentliyi dövründə Trump bir çox ölkəyə qarşı gömrük tarifləri tətbiq etdi. Bu, Vaşinqtondakı maliyyə bazarlarında resessiya qorxusu yaratsa da, Trump gömrük tariflərindən istifadə edərək dünyada bir çox münaqişələrin həllinə nail olduğunu və 200 milyard dollardan çox gəlir əldə etdiyini bildirdi. Lakin bizim üçün daha önəmlisi Trumpın Ermənistan-Azərbaycan münaqişəsinin həllində göstərdiyi tutumdur. 8 avqust 2025-ci ildə Vaşinqtonda Ağ Evdə ABŞ prezidenti Donald Trumpın, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı. İkinci prezidentlik dönəminə başlayarkən Donald Trump Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində həll edəcəyini vəd etmişdi. Lakin onun bu vədinə baxmayaraq, Rusiya-Ukrayna arasında münaqişə hələ də davam etməkdədir. Göründüyü kimi, hal-hazırda Trump bu münaqişənin həllini daha çox Avropalı həmkarlarının boynuna qoymaqdadır. Trumpın prezidentliyinin ikinci dönəmində baş verən daha bir önəmli beynəlxalq hadisə İran və İsrail arasındakı 12 günlük müharibədir. 12 gündən sonra İran və İsrail arasında müharibə müvəqqəti olaraq dayansa da, müəyyən müddət sonra daha böyük və geniş xarakter aldı. Növbəti mərhələdə artıq ABŞ tərəf olaraq bu müharibəyə daxil oldu. Trumpın prezidentliyinin ikinci dönəminin ən mühüm hadisəsi Venezuela prezidentinin öz iqamətgahından ABŞ hərbiçiləri tərəfindən qaçırılaraq Vaşinqtona gətirilməsi olduğunu desək, yəqin ki, yanılmarıq. Göründüyü kimi, Trumpın ikinci prezidentliyi dövrü ənənəvi siyasətdən imtina və yeni icraçı güc modeli ilə tarixə iz qoymağa iddialıdır. Bu siyasi dəyişikliklər təkcə ABŞ-ın deyil, bütün dünyanın siyasi səhnəsini yenidən formalaşdıracaq.